Geldi çatdı Ucara. Böyle burada qapının ağzında bir ağız oxun bizim üçün. Qəşəng bir dənə. Deyirsən yanında qalacağam mən. Çox gözəl fikirdir, qal sənə qurban. Yəqin hər kəs tanıyır. Yunus'un özünün qəşəng böyük bir səhifəsi var. Və o səhifənin TikTok səhifəsi, Instagram səhifəsi də var. Sənətin nətərdir, yaxşıdır. Allah köməyin olsun. Mən bu ailəni niyə sevirəm? Sizə dedim. Çünki analarına olan sevgisi və bizim Yunus'umuzun gözəl istedadı, fitri istedadı. Yeməğimizi pişirir yemək. Təkcə yeməyi pişirir. Yeməkdir, ev təmizləməkdir, sonra hər şey qab yumaq, dalınca qab gedir. yığır, Allaha şükür düzəlir. Hər işin dalınca. Deməli qabları sən yuyursan. Gəlin mənim. Yemək işinə Yunus baxır. Nə hazırlamısan? Mən kotlet pişirmişəm sizə bu günlərim qəşəng. Canımsan, nə əziyyət çəksən? Nə yemək istəyirsən? Kristal Ex'in də buradadır. Yunus gildə evlərində Kristal Ex'dən istifadə edirlər. Yəni səbəb nədir Yunus? Sən bu qabları yuyan adam kimi de görüm amma Elə bir ki, bununla yuvanda, o birislərlə də yumuşam, amma bununla yuvanda elə bir qabı, yəni indi almasan da elə bir təp-təz. Hatırlayarsın bizi. mən sən deyirəm hardan xatırlayıram. Deməli, Allahın qismətinə bax, Yunus. Biz Selçuk ağanın ocağındaydıq, mən. O mənə şəkillərini göstərdi. Oradaydıq da, hə? Dedin ki, bax mən beləyəm, ustayam falan beşmən. Dedim inşallah bir gün qismət olar sizə gələrik. İnşallah. Allah şahiddir. elədi. Allah o qədər böyükdür ki, gör necə hərlədi, fırladı sənin vasitənlə gəldi, amma eyni adam çıxdı da. Hə, yumusan mı heç? Yuram. Doğrudan deyirsən. Vallahi. Bir nora qoymuşsan, deyim. Zafa saldıram. Zafa saldıram. Samavardır. Bunu özün düzəlt. Bəli. Bu nədəndir? Sırf təkərdəndir. Təkərdəndir. Tullantı təkərlərdir. Bəli. Doğrudan deyirsən. Bəli. Elə. Məsələn, təkərə mən baxıram, tullantı təkər kimi görürəm. Amma sən baxırsan, samavar kimi. Bəli. Cəmaatını yandırır. Deməli, belə dadlı, ləzzətli səyahətimizi təşkil elədiyinə görə, maraqlı ailələrlə bizi qovuşturduğuna görə biz Kristal Ex'ə təşəkkürümüzü bildiririk.